Bir zamanlar Allah'a çoxlu dua ve ibadet eden bir insan var idi. Ve her zaman ettiği işlərə Rəbbini məmnun etmeye çalışırdı. Bir gün onun yuxusuna ilahi bir səs girdi ve ona belə dedi: "Get ve o daşı itələ." İnsan səhər yuxudan həyəcanla oyandı, evdən çölə çıxıb həyətdə bir böyük qaya parçası gördü. O qaya parçasını itələməyə başladı. Nə qədər itələdisə, heç bir şey olmadı. Və insan evinə geri qayıtdı. Növbəti gün yenidən çıxıb qaya parçasını itələdi. Yenə də heç bir şey olmadı. Üçüncü gün eyni şey davam etdi. Amma yenə də heç bir şey olmadı. Günlərlə o qaya parçasını nə qədər güc verib itələməyə çalışsa belə, qaya parçası 1 santimetr belə yerindən tərpənmədi. Bu günlər aylara keçdi və nəhayət ikinci, üçüncü, dördüncü aya gələndə insan öz-özünə dedi: "Bunu mən nə qədər itələsəm də heç bir şey olmur. Görəsən bunun nə anlamı var? Nəyə görə mən belə edirəm?" Həmin gün yatdı və yuxusunda yenə də həmin o ilahi səsi eşitdi. Və ondan soruşdu: "Mən sənin dediyin hər bir şeyi etdim, amma heç bir şey olmadı. Sən görəsən məndən nə istəyirsən?" İlahi səs ona dedi: "Elə isə niyə dayandın?" Həmin adam cavab verdi: "Çünki heç bir şey olmur, heç bir mənası yoxdur." İlahi səs ona dedi: "Necə yəni heç bir şey olmur? Məyər sən görmürsənmi ki, o qayanı itələdikcə sən nə qədər güclənirsən? Sən nəzərlərin güclənir, bədənin güclənir. Hər gün müntəzəm olaraq eyni şeyi etdiyindən iradən güclənir. Sən artıq o qayanı itələməyə başlayan insanla eyni insan deyilsən. Sən dəyişmisən. Və mən sənə o qayanı itələ demişəm. Yerindən hərəkət etdir deməmişəm. Əgər onu yerindən hərəkət etdirmək lazım olarsa, zamanı gələndə mən bunu edəcəm."